Bugün sizlərə nənəmin hazırladığı Naxçıvan dolmasını təqdim edəcəm. Ət xırda-xırda quşbaşı şəklində doğranır. Öncə tavada xırda doğranmış quyruq qızarıncaya qədər qovrulur. Badımcanların içi təmizlənərək qabığı soyulur. Biber və pomidorların da içi təmizlənir və pomidorun suyunda badımcan isladılır. Pomidorun suyuna limon duzu vurulur ki, badımcanın rəngi qaralmasın. Quyruğumuz qıpqırmızı qızardıqdan sonra ət üzərinə əlavə edilir və ağzını örtərək asta ateşdə bişirilir. Badımcanın içi xırda doğranaraq duzlanır, acı suyu çıxılır və bir qaşıq yağda qovrulur. Ətə duz, istiot və sarı kök vurulur. İki 3 ədəd baş soğan da yağda qovrulur. Pomidorun sokuna 1 çay qaşığı şəkər vurulur. Ət qovrulduqda qovrulmuş soğanla badımcanın içi və ləpələnmiş noxud əlavə edilir. Hazır olmuş işlik badımcanın, biberin, pomidorun içərisinə doldurulur. Tavanın dibinə yarım stəkan su əlavə edilərək ağzı örtülü şəkildə asta xodda bişirilir. Nənəmin əllərindən çox ləzzətli Naxçıvan dolması hazır oldu. Bu ləzzətli yeməyi siz də hazırlayın və nuş edin.